Banka cəmi 200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılması problemli kreditlərin həcminin azalmasına səbəb olmayacaq. Əksinə, belə vətəndaşların maddi vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaq. Bu məsələ ötən gün Milli Məclisin plenar iclasına da müzakirə mövzusu oldu. Millət vəkilləri məsələ ilə bağlı təkliflər səsləndirdi. Kreditini gecikdirən şəxslərin ölkədən çıxışına qadağa məsələsində istisnalar və güzəştlər təklif edilir. Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır. Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Vüqar Bayramov qeyd etdi ki, kredit portfeli üzrə artım eyni zamanda istehlak kreditlərində də özünü göstərir. Hazırda vaxtı keçmiş kreditlərin həcmi bu ilin ilk rübündə 449,1 milyon manatdan 481,6 milyon manata dək yüksəlib. Bu isə o deməkdir ki, son aylar problemli kreditlərin həcmi artır və bu daha çox borclu deməkdir. Banka borclu olan vətəndaşın kredit məbləği nəzərə alınmadan onların ölkədən çıxışına məhdudiyyət qoyulur. Deyək ki, şəxs problemli kreditin artıq 80-90%-ni ödəyibsə, ölkədən çıxışında müəyyən məhdudiyyətin müəyyən bir dövrdə müəyyən bir müddəti aradan qaldırılmasını təklif etmək olar. Ondan sonra xırda məbləğlərdə, məsəl üçün deyək ki, 1000 manata qədər və yaxud da daha aşağı məbləğdə hər hansı bir məhkəmə mübahisəsi səbəbindən onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşsa, bu məhdudiyyətlərdə də müəyyən güzəştlərin edilməsi daha yaxşı olardı. Ekspert hesab edir ki, əvvəlcə belə vətəndaşların ödənişləri gecikdirməsinin səbəbi araşdırılmalıdır. Üstəlik, şəxsin ölkəni tərk etməsinə qadağa qoyulması problemli kreditlərin azalmasına elə də böyük təsir etməyəcək. Əksinə, bu sahədə yumşalmaların tətbiqi kiçik borcların qısa zamanda ödənilməsini stimullaşdıra bilər. Əgər istehlak kreditlərində dediyimiz kimi güzəştlər icra olunsa, güzəştlər verilsə, bu zaman həmin şəxslərin də müəyyən dərəcədə xaricə çıxışı təmin olmuş olar ki, və bu səfərlər, xarici ölkələrə çıxış müəyyən dərəcədə bu kreditlərin həllinə də dəstək ola bilər ki, yəni şəxsin deyək ki, ölkədə gəliri, qazancı yoxdursa, o digər dövlətlərə, digər ölkələrə getməklə, orada müəyyən bir biznes fəaliyyətlə məşğul olub, ölkədə olan kredit borcunun da ödənilməsinə bu faydasını verə bilər. Yeri gəlmişkən, Mərkəzi Bankın məlumatına görə iqtisadi fəal əhali üzrə adam başına 13,8 min manata qədər bank borcu var. Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11,5% idisə, bu göstərici ötən ilin sonunda 18%-ədək yüksəlib. Bu baxımdan ekspertlər təklif edir ki, nisbətən az kredit borcu olan vətəndaşlar üçün bu qadağaların aradan qaldırılmasına ehtiyac var. Məliyə İnqilablı, Şəhriyar Əhmədli, ATV Xəbər.